Gəldi yenə heyvər oğlu heyvərə. Salam ata, necəsən? Elə bildim düzəsən. Ay, buna vit fasondur. Bu da yeni fasondu, qaqaları masondu, round. Ay, abala, ay, sən anan aton yoxdur. Buna vit fasondur. Sən nöşün özünü yetim yüsür kimi aparırsan. Çörəyi ver yetimə, əlin sosun. Ana bax, cəmaatın başı gedib. Gör yanında sevgilim var. Yenə deyən baxır. Nəyə baxsın hə, qoyun? Quru safiqə oxşayır özünə. Qardaşım de. Heyvan oğlu heyvan, bu da sənə baxdığın kino. Keçidəcəm televizor boş ver. Dur söndür onu, tezər, pul tutam. Pultanı yoxdur, vallahi mən baxmıram belə şeylərə. Pox oğlu, pox. Qabiliyyətin qalacağın olsa, çünki qoy yataq biz sonra tək otur bax belə şeylərə. İşləmir də, işləmir. Ailə kinosu yazılmışdı, ailəmə baxa bilərsiniz deyirdi. Mən nə bilim belə şeylər var orada. Siz də qutarın, Allah bəlanızı versin. Tuvalete getmək istəyirsən? Böyük yoxsa balaca? Tuvalete gedir. Nəyi sallanıb? Bugün Taylandda 10-cu günümdür və danışığım belədir. Bugün Taylandda 1-ci ayımdır və danışığım belədir. Yəni uşaqlar, görürsünüz ki, çox da bir dəyişiklik yoxdur. İnsanın özündən çox şey asılıdır. Ay bu lifçik sənindir. Hə, oradakı mənimdir, deyim ondan. Yavaş da başa düşmürəm. Tupoy oğlu tupoy. Qulaq asmırsan sən mənə. Qulaq asıram. Sən tez-tez danışdın. Mən başa düşməm nə deyirsən sən. Bu niyə belə səy oldu? Bax gəlirsən Vasif yanına. Sən gedib Qəzənfərə tapşırmışam. Getdim Vasiflə Qəzənfərin yanına. Qəzənfərə getdin suru materialdan 5 mal götürdün. Vedran keçird Qəzənfərə yabra. Vedran Qəzənfərə niyə keçirdin mən? Manqol oğlu manqol. Qəzənfərə Vedranı keçirdim mən. Qəzənfərə keçird Vedranı.